Salam dostlar, hər vaxtınız xeyir olsun, necəsiniz? Bundan qabaqki videoda yəni 2 qat yumurta əldə etmək üçün proteinli yem qarışığının videosunu paylaşmışdım. Gördüyünüz kimi də artıq toyuqlar içəridə yumurtayırlar. Dedim kiçik bir video çəkək sizlərlə paylaşalım. Burada Lohman Brownlarımız var, hələ ki 2 xoruz, bir fərədir. Təsərrüfatımızda olan Lohman Brownumuz gördüyünüz kimi təmiz qan. Bir də gəldi. Çəkiliş var deyə gəldi. 2 dənə xoruz, bir fərəd. Dostlar, Lohman Brownumuzu sizə təqdim edeyim. Təmiz qan olduğunu yəni sizlərə görəsiniz. İstər rəngi, istər duruşları. Baxın, Lohman Brownlarımız. İnşallah yumurta və cücə satışını da həyata keçirəcəyik. Bu dəfə yəni qidalanması mütləq şərtidir. Həyətimiz də dağınıqdır. Burada hal-hazır qırmızı krasnodar deyək də, yəni krasnodar qırmızı öküzlərdir. 4 fərə, 1 erkəkdir. Gördüyünüz şəkildə. Dostlar, gördüyünüz kimi yerli lal ördək balalardır. Xoruzumuz buradadır, digərləri fərələrimizdir. İnşallah bunlarla saxlanma qaydasını, yem qaydasını kimlər bilmirsə yazsın şərh bölməsinə, köməli göstərim. İnşallah bala satışlarımız da olacaq. Yumurta satışı etmirik, ancaq və ancaq bala satışı. İstəyənlər yəni müraciət edə bilərlər. Əlaqə nömrəsi də verərik. Şərh bölməsinə yazmaq kifayətdir. Nazlı qızımız da yumurtadır. Gözəl görüntülərdir amma. Yəni belə görüntülər həqiqətən çox maraqlıdır. Adama da zövq verir.